Asmanlara qalxdıq, amma yer həyatı, dünya həyatı bizi qoymur çox tərəqqi eləyək. Dünya çəkişmələri, münaqişələri, problemləri, müşkilləri bizi məətəl eləyir, çox məətəl eləyir. Həyifdir. Həqiqətən bu dünya əhli insanları qoymurlar, insanlar Allaha çatsın. Müxtəlif bəhanələrlə. Dünyanın mövcud şəraiti ki var, bunun müsəbbibləri kimdir? Kim bunları belə vücuda gətirib? Baiskarlar kimdir? Səbəbkarlar kimdir? Bilirik əlbəttə. Amma unutmayaq. Deyək, bu yaxın tarixdə olan hadisələri yada salaq, xatırlayaq ki, xatirimizdən getməsin. Unutmayaq. Kim müqəssir? Sabah yenə çıxacaqlar, deyəcəklər ki, ay belə deyildi, elə idi. Haqqı əvəz edəcəklər batillə, batili haqq kimi göstərəcəklər və yenə də görürsən, o zalimlər xeyirxah, mərhəmətli insanlar kimi tanınacaqlar, tanına bilərlər. Biz buna icazə verməməliyik. Höccət artıq bizə tamamdır, hər kəs tanınır, hər kəs bəllidir. Biz unutsaydı, Allah Teala unutmur. Allah Teala la yadillu Rabbi və la yansa ayədə var. Musa aleyhissalam deyir Fironun yanında. Soruşur ki, bəs o keçmişdəkilər nə oldu? Deyir, hamısı Allahın kitabında da heç kəs unudulmayıb. Allah nə bir kəsi itirib, nə də unudub. Biz unutsuydu da, yaddaşımızdan içsə də Allah Teala unutmayıb. Və Allahın ədalət çomağı da həmişə insanların başının üstündədir. Tələsmək lazım deyil. Gecə tezi olur. Nə qədər ibrətli hadisələr olub ki, zalimlər, cinayətkarlar öz cəzasını elə bu dünyada çatıblar. Və onlardan bir dəstəsi Xocalı cinayətkarları. Allah Teala rüsva elədi, biabır elədi. Və digərləri. Hamısı gözümüzün qabağındadır. Allahın ədalət çomağı insanların başının üstündədir. Sadəcə olaraq bəzən biraz gec olur. Biz istəyirik tez olsun, tez görək. Qəlbimiz, ürəyimiz sakitləşsin. Deyirik ki, bir dənə görsəydim bunun bu zillətin, xar olmasın. Allah Teala yavaş-yavaş, bir dəfəlik də eləyə bilir. Amma yavaş-yavaş eləyir ki, digər insanların həyatı zədələnməsin. Tam məntiqli, rasional bir şəkildə Allah Teala hadisələri irəli verir, gətirir, o son həddə çatdırır zalimin və cinayətkarın cəzasını. Vaxtı var. Müsəbbiblər böyük imperialist, kapitalist qüdrətlərdir. Başda Amerika Birləşmiş Ştatlar dövləti, bir də siyonistlər. Bu fasid qüdrət sahibləri dünyanı bu hala gətirib salıblar. Səbəbkar bunlardır. Unutmaya gərək. Bunlar dünyanı bu vəziyyətə gətirib çatdırıblar. İmkanları var idi, dünyanı düzəldə bilərdilər, amma dünyadan, millətlərdən, xalqlardan tələb etdikləri buydu ki, gəlin bizə tabe və təslim olun. Amma biz əvəzində sizə heç dünyanı da vəd vermirik. Hətta dünya həyatında heç vəd vermirlər. Kim bizi dinləsə, kim bizə müti olsa, kim bizə qulaq assa, bizim məmurumuz olsa, ona istədiyimiz qədər dünyadan verəcək. Elə bilirdilər ki, hər şeyin sahibi özləridir. Amma bu günləri hadisələr bunu göstərir ki, xeyr, xam xəyallardır. Dünya heç kəsin deyil. Dünya Allahındır. Onlar da zəlil, rüsvay, xar, xəcil olublar. Əllərindəki qüdrət də artıq alınır, gedir onların əlindən. Yoxdur. Elə bilirdilər dünyanın sahibi olar. Bəzən o deyirdilər, o bəziləri deyirdi,
Amerika ilə kim bacara bilər? Masonlar deyir, bütün dünyanı idarə edirlər. Nə mason? Bunlar kimdir? Nə qələt eləyə bilərlər? Heç. Möminlər onlardan qat-qat bacarıqlı, şuurlu və tədbirlidir. Əgər müttəhid olsalar, bir olmasalar, onlara aldansalar, bəli, onlar da şeytanpərəstdirlər, şeytanın hilələri ilə insanların boynuna minəcəklər, çapacaqlar. İnsanlar olacaq, onların mərkəbi. Möminlər də hətta, əgər aldansa. Bütün dünyada olan bu fitnə fəsad, bu bəlalar kapitalist dünyasının təzahürüdür. Kapitalist qəlbə sahib olmaq çox təhlükəli bir şeydir. Mən demirəm, kapitaldır, puldur, sərvətdir, imkandır, bunlar pis şeydir. Xeyr, bunlar bir həddə yaxşı şeydir. İslam dinində də, iqtisadiyyatda da sərbəstlik var. Allah Teala hədd qoymayıb ki, bir insan nə qədər varlı ola bilər. Böyük sərvət sahibi də ola bilər. Ümumiyyətlə, İslam dini sahibkarlıq tərəfdarıdır. O, komünist ideologiyasında, iqtisadiyyatında var idi. Sahibkarların malını, mülkünü çox dar və məhdud eləmişdilər. İslam dini bunu bəyənmir, qəbul eləmir. Deyir ki, möminlər sahibkar olmalıdır, imkanlı olmalıdır. Mömin nə qədər imkanlı, sahibkar, mömin çox olsa, dinin sütunları da möhkəm olacaq. Dinin ictimai sütunları. Hər kəsin yaşadığı dövrdə, ya, həmişəlik yox. Hər kəsin yaşadığı dövrdə sahib olduğu o dini cəmiyyətin sütunları möhkəm olacaq. Bunun xeyri özümüzə qayıdır da. İslam bir məhdudiyyət qoymur, amma deyir ki, o cür olma. Gələsən, elə bir sahibkar olasan, elə bir qüdrət, sərvət sahibi olasan ki, Allahı da unudasan, imanı da unudasan, təqvanı da qoyasan kənara, dünyaya tam sahib olmaq fikrində olasan. Qərbdəki kapitalistlər, o belə kapitalistlərdir. Allahı qəbul eləmirlər, Allahın yolunu getmirlər, Allahın yolunda əngəldilər, hədəfləri, məqsədləri də ancaq dünyaya hakim olmaydı. Bunu mən onlara bir böhtan olaraq demirəm. Həyat bunu göstərir. Onlar heç kəsin haqqını tanımırlar. Elə bir kapitalist insanlardır, sərmayədar insanlardır ki, milyardlar, trilyonlar sahibi olmağa görə müqəddəs hər şeyin üstündən xət çəkib, tapdalayıb keçə bilərlər. Nə qeyrət, nə namus, nə izzət, nə xoşbəxtlik, nə saadət olan maraqlandırmır. Ancaq kisələrinin nə qədər bu günləri çox doldurdular, o maraqlandırır. Ona görə də ailələr dağılır, dağılsın da deyir. Qadınlar üçün, məsələn üçün, cürəbəcürə rəngarəng geyimlər, əyləncələr təşkil verirlər ki, qadınlar gəlsin, pul gətirsin, bunlar qazansınlar. Belə-belə hər sahədə. Ona görə də ailə təməllərini laxladıblar. Onların cəmiyyətində ailənin bir məfhumu yoxdur artıq. Biz də indi oturub baxmalıyıq buna, danışmamalıyıq, dinməməliyik, reaksiya verməməliyik. Sabah qiyamətdə nə cavab verəcək? Xeyr, artıq varaq döndü. Onlar deyən kimi deyil. İnnən belə. Onlar dinləməlidir. Və bu ayə onların xasiyyətinə və ruhiyyəsinə çox uyğun gəlir. Casiyə surəsinin 23-cü ayəsində. Əfərəəytə mən ittəxəzə ilahəhu həvah. O kəsi görmədin ki, həva və həvəsi onun Allahıdır. Nəfsi, nəfsani istəkləri, həvəsləri onun Allahıdır. Və əzəlləhullahu alə elm. Elmli belə olaraq Allah Teala onları azdırdı, çaşdırdı. Elmlidirlər.
bacarıqlıdırlar, amma düz yolda deyirlər. Və xətəmə əla səm'ihi və qəlbih. Qulaqlarına, qəlblərinə Allah Taala möhür vurub. Və cəalə əla bəsərihi xişabə. Gözlərinin qabağında pərdə var. Həqiqəti görə bilmirlər. Fəmən yəhdihi min ba'dillah. Allahdan başqa kim var onları hidayət eləsin? Əfəla təzəkkərun. İbrət götürmürsüz? Allah Taala deyir. Baxın da bu insanlar ki Allahı qəbul eləmirlər. Dünya onların Allahıdır. Pul, para, sərvət onların Allahıdır. Həva və həvəsləri onların Allahıdır. Azıblar, azdıracaqlar və fəsad eləyəcəklər. Amma peyğəmbərlər necə olub? Peyğəmbərlər güşənəşin olub. Bəziləri deyirlər, din nədir? Din niyə bizim həyatımıza qarışmalıdır? Ən yaxşı dindar budur ki, deyir, daha çox namaz qılsın, zikr eləsin, güşədə otursun, saqqalı böyütsün, bir dənə sima alsın özünə, hamısı desin ki, filan iş olanda and olsun filan kəsə, məsələmsin, filan kəsin məsələmsin, cəhdi haqqı, belə, filan, bu cür belə bir şeylər. Müqəddəs olsun, cəmaat ancaq onun vücuduna and içsin. Elə ki, gəldi, qarışdı bunların həyat işlərinə, deyirlər ki, bu fitnə eləyir, bu cinayətkardır, bunu həbs eləmək lazımdır, bunu cəmiyyətdən təcrid eləmək lazımdır, bunu qovmaq lazımdır. Peyğəmbərlər necə olub? Peyğəmbərlər hamısı mübarizə aparıb. Hamısı mübarizə aparıb. Və öz ətrafında olan insanları da elə tərbiyə ediblər, hamısı mübarizə aparsın, haqsızlıqla, əyriliklə, fitnə fəsadla, cinayətkarlarla, zalimlərlə, hamısı ilə. Ayədə də var. Və kəəyyim min nəbiyyin qatələ məəhu ribbiyyunə kəsirun. Nə qədər peyğəmbərlər olub ki, onların yanında tərbiyə olunmuş insanlar onlarla çiyin-çiyinə bir yerdə mübarizə aparıblar. Vuruşublar hətta. Nə yorulublar Allah yolunda, nə süst olublar, nə də dayanıblar. Mübarizədə qəti olublar, iradəli olublar və mübarizələrini sona çatdırıblar. Hətta canlarını fəda etsələr belə. Mən dini deyirəm də, dinin baxışını deyirəm. Burada mən dini başqa cürə danışa bilmərəm ki. Din nə deyirsə odur. Heç kəs bizə başqa cürə din təfsir və təlqin eləməsin. Peyğəmbərlər özləri siyasətçi olublar, mübariz insanlar olublar, güşənəşin, xanənəşin olmayıblar, meydanda olublar, bütün hadisələrə öz reaksiyalarını bildiriblər, amma əxlaqla, ədəblə, təhqirlə yox, söyüşlə yox. Və mübarizə aparıblar. Qoymayıblar ki, bu insan həyatının bu təməlini əysinlər, dağıtsınlar, xarab eləsinlər. Möminlər belə olmalıdır. Bu gün də bu fasid qüvvələrin, qüdrətlərin qabağında duran həqiqi möminlərdir ki, çirkin arzularını ürəklərində qoydular. Artıq dünya olan istədiyi dünya deyil. Dünya dəyişdi və dünya baxmayaraq ki, çatışmamazlıqları var. Nədə çatışmamazlıqları olacaq? İqlim çatışmamazlığı olacaq. Bu müharibələr hamısı iqlimə təsir edir. Havalar dəyişir. Qabaq bu hava, təbiət daha saf idi, amma bu günləri o qədər çirklənib. Bunun da zərər ziyanı insana qayıdır. İqtisadiyyat zəif olacaq, bəli. Həm proqnoz verirlər, həm də artıq əlamətləri də görsənir. Müharibə artıq bizim həyatımızın ayrılmaz hissəsi olub. Yəni biz alışmalıyıq bununla yaşayaq. İstəmirik ya, yaxşı şey deyil. Amma bu qarşıdurmada bu qaçılmaz olub. Müharibəsiz məsələni həll eləmirlər, eləyə bilmirlər, mümkün deyil. Bunun da, dedim də, səbəbkarı var. ABŞ dövləti siyonistlər. Onlar məğlub oldular artıq, məğlub olurlar. Dünya onların dediyi dünya deyil və yaxşıya doğru gedir. Əgər əskiyi də var, çatışmamazlığı var, iqtisadi zəiflik gözlənilir, amma inşallah biz tərəflərə çox az təsir edir. Avropa özü böyük xaos içindədir. Avropa dövlətləri indi bu dəqiqə iqtisadi
çöküşü gözləyirlər, qarşılayırlar. Amerika özü də. Öz bütün planları öz əleyhlərinə döndü. Elə müharibə edirdilər ki, dünyaya tam sahib olsunlar, indi özləri yanacaqsız artıq qalırlar. Yanacaq, benzin, neft, onlarda qalxır və yanacaq ki, qalxdı, hər şeyə sirayət edəcək, təsir edəcək. Müsbət tərəfləri nədir? Din və Allah yolu tam zahir olub və meydanda təkdir. Rəqibi də yoxdur. Keçən söhbətdə də dedim, kommunizm də çökdü, sekulyar liberalizm də çökdü, yoxdur artıq. Meydanda bir dənə yol qalıb, əqidə qalıb, ideologiya qalıb, o da Allahın yoludur. Peyğəmbər Əhl-i Beytin yoludur. Budur göz qabağında. Hamısı da artıq bunu görür və bilir və tanıyır. Bir də təqva artıq möhkəmlənir. Ümumbəşəri təqva, fərdi təqva var, ictimai təqva var. İndi artıq nədir? Ümumbəşəri təqva möhkəmlənir. Təqva mövzusu ümumbəşəri mövzuya çevrilir. Yəni günah pis şeydir. Şərab içmək pis şeymiş deməmiş ki, zina pis şeymiş. Əgər biz müqavimət göstərməsəydik, biz istəməsəydik də, həyatımız bu cür fırlanırdı. Övladlarımız gedib qurşanacaqdı uzağı. Qabağını ala bilməyəcəkdik. Amma bu günləri artıq başqa mövzular gəlib ortaya. Hamısı deyir, eləsə də, eləyən adam da, günaha mürtəkib olan adam da artıq bilir ki, nə, bunlar pis şeydir. Sabaha özün yığışdırar. Təbliğat güclü olsa, tövbəkar olar. Beləliklə artıq dünyanın vəziyyəti tamamilə yaxşıya tərəf gedir. İnşallah ki, İmam Zaman əleyhissalam zuhur etmək üçün bir zəminə yaransın. Həd surəsinin 40-cı ayəsində Allah təala buyurur: "Və la yansurannallahu men yansuruh." Hər kəs Allaha kömək edər, Allah da ona kömək edər. İnnallaha laqaviyyun aziz. Bilin ki, Allah həqiqətən də qəvi, güclü və əziz və sınmazdır.